mənəvi rahatlıq gətirən bir məsələdir. Elə 50-likdən söz düşmüşkən, hörmətli tamaşaçılar, bugün bu məsələni müzakirə edəcəyik. Ümumiyyətlə 50-liyin qiymətləndirilməsi ilə bağlı hansı yeniliklər, hansı sosial xidmətlərin əl çatanlığı və s. bu kimi məsələləri müzakirə edəcəyik indi studiyamızda. Qonağımız var. Qonağımız Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Rahim Hüseynovdur. Rahim müəllim, xoş gəldiniz. Xoş gördük. Rahim, 50-liyin qiymətləndirilməsi ilə bağlı son illər agentlik tərəfindən hansı yeniliklər və təkmilləşdirmə işləri həyata keçirilir? İlk olaraq elə bundan başlayaq. Təşəkkür edirəm sualınıza görə. Bəli, bildiyiniz kimi 50-liyin qiymətləndirilməsi zamanı şəffaflığın, məlumat vahidliyinin və etibarlığın təmin olması məqsədi ilə Nazirlər Kabinetinin 11 nömrəli qərarda əsas götürülməklə mərkəzləşmiş elektron informasiya sistemi yaradılmışdır ki, burada artıq vətəndaşa aid bütün məlumatlar, tibb məlumatlar və digər məlumatlar öz əksini tapır və belə olan halda vətəndaş haqqında 50-liyin qiymətləndirməsi üçün daxil olmuş göndərişin tam elektron formada qiymətləndirməsi həyata keçirilir. Və 50 təyinatı aparılan zaman isə artıq burada dövlətimizin bir çox reyestrlərində olan məlumatlar bu forma 88 ilə inteqrasiya olunmuş formada öz əksini tapır və qiymətləndirmə aparır. Və bu qiymətləndirmə aparılması məqsədi ilə reyestrlərin yaradılmasında əsas məqsəd vətəndaşlar haqqında obyektiv qərarın verilməsi və bundan əlavə süründürməçiliyin və həmçinin elektronlaşdırma və elektronlaşmanın gətirdiyi şəffaflaşdırma eyni zamanda əsas prioritet məsələlərdən biridir. Ümumiyyətlə, bəs bilmək istəyərdik, sizin agentlik, ekspertiza və reabilitasiya agentliyi tərəfindən ötən il nə qədər insana 50-lik təyin edilib? Bunlardan ilkin və təkrar 50-lik təyinatlarının sayı nə qədərdir? 50 təyinatları bildiyiniz kimi elektron formada aparılır və 2025-ci ildə artıq 54.500 vətəndaşımıza 50 təyinat aparılmışdır ki, bunlardan təqribən 45%, yəni 25.000 sayda ilkin 50 təyinatlarıdır, digərləri isə 29.000 sayı isə bu təqribi 55% təşkil edir. Təkrar müraciət edən vətəndaşlarımıza aparılmış 50 təyinatlarıdır. Hansı hallarda şəxsə ömürlük 50-lik təyin edilir? Bu da kifayət qədər bizə müraciət olunan suallar arasındadır. Bildiyiniz kimi 50 təyinatları Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə tənzimlənir. Bu artıq 50-liyin qiymətləndirməsi meyarlarıdır. Burada bəzi xəstəliklər var ki, hansılar ki, meyarlarda öz əksini tapıb, müddətli və müddətsiz olaraq qiymətləndirilə bilər. Geri-dönməz xəstəlikləri olduğu hallarda vətəndaşlarımıza müddətsiz 50 təyinat aparılır və həmçinin burada məqsəd vətəndaşın... Təkrar reabilitasiyaya ehtiyacı olmur. Bəli, artıq sağalma ehtimalı olmayan xəstəliklərdir. Və bundan əlavə də Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə tənzimlənmə var müddət barəsində, hansı ki, burada 31-60% 50 dərəcəsi olan vətəndaşlarımızda ardıcıl olaraq 15 il aldığı zaman növbəti qiymətləndirmə zamanı avtomatik müddətsiz 50 təyinatına keçir. 61-80% aralığında ardıcıl olaraq 10 il 50-lik təyinat aparılmış vətəndaşlarımız növbəti qiymətləndirmə zamanı müddətsizə keçir. Bir də 85-100% arasında təyinat zamanı 4 il ardıcıl aldığı zaman növbəti qiymətləndirmə zamanı müddətsiz 50 təyinatı aparılır. Həm meyarlarla tənzimlənir, həm 12 nömrəli qərarın tələbləri ilə tənzimlənir. Həmin faiz nisbətləri 12 sayılı qərarda da əksini tapır. Tamamilə doğrudur. İstəyərdik bu forma 88 ilə bağlı, çünki bizim qaynar xəttimizə də bununla bağlı çox müraciətlər olur. Həm də elə bu mövzunu biz dəfələrlə işıqlandırmışıq və məlum olur ki, forma 88 ya təqdim olunmayıb agentliyə, ya da ki, yəni bu sənəd nə dərəcədə vacibdir? Ümumiyyətlə, bunun niyə məlumatlı deyil vətəndaşı bundan bağlı? Görürsünüz, araşdırma məlum olur ki, o sənəd sizə təqdim olunmayıb, bəli. Bildiyiniz kimi vətəndaşın 50 səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə ilk növbədə qeydiyyatda olduğu xəstəxana və poliklinikalarda müvafiq yoxlanışlardan keçməlidir. Bu yoxlanışlardan keçdiyi zaman əgər vətəndaşın səhhətində olan ağırlaşmalar, stasionar ambulator müalicələr, aparılmış diaqnozları, yoxlamalar, həkim ekspertlərinin rəyləri, bunlar öz tamamlığını bitirdikdən sonra vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi əgər 12 nömrəli qərarın tələblərini də pozmayacaq bir formada göndəriş rəsmiləşdirməyə ehtiyac görürsə, artıq burada vətəndaş haqqında bütün məlumatlar forma 88 dediyimiz göndərişdə öz əksini tapmaqla agentliyin alt sisteminə ötürülür. Yəni forma 88 dediyimiz həmin bu məlumatların baza şəklində orada toplanması. Vahid bir formada bəli cəmlənməsidir və bu forma 88 dediyimiz sənəd dövlətin bir çox alt sistemləri ilə, məsələn, talasemiya xəstəliyi olsun, başqa xəstəliklər olsun, bunlarla alt bazı olaraq inteqrasiya olmuş formada işləyir. Daha sonra isə forma 88 dediyimiz sənəd Nazirliyin alt sisteminə daxil olduqdan sonra
Burada həkim ekspert və vətəndaş əlaqəsi olmasın deyə burada daxil olan zaman bütün vətəndaşa aid olan məlumatlar hamısı şifrələnir, gizlədilir. Burada əsas məqsəd şəffaflığın təmin olunması və subyektiv yanaşmanın qarşısını almaq məqsədini daşıyır bu. Həkim ekspertlər forma 88-in içərisində yazılmış diaqnozlar, həkim ekspertlərin rəyləri, aparılmış stasionar ambulator müalicə nəticələri hər biri haqqında qiymətləndirmə aparır və qiymətləndirmə nəticəsində vətəndaş haqqında qərar verirlər. Bu qədər çox müraciət. Reabilitasiya mərkəzlərindən bağlı istərdim danışım, çünki bəzi əllər də bura müraciət. Ölkə üzrə hazırda nə qədər reabilitasiya mərkəzləri və ümumiyyətlə ötən il ümumilikdə nə qədər əlilliyi olan şəxs həmin mərkəzlərə müraciət edib? Bildiyiniz kimi, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin ən əsas fəaliyyət istiqamətlərindən biri reabilitasiya xidmətinin göstərilməsidir. Burada 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə ölkə üzrə 15 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bundan əlavə bir protez ortopedik reabilitasiya mərkəzi var, hansı ki vətəndaşlarımızın protez təminatı ilə məşğul olan hissədir bu. Və bundan əlavə bir də RehaPoint deyə bir fəaliyyət göstərən artıq DOST mərkəzinin tərkibində, bu da vətəndaşlarımızın reabilitasiya xidmətləri ilə təmin olunmasında çox böyük funksiyonallığı olan bir mərkəzdir. 2025-ci ilin statistikasına baxdığımız zaman təqribən 142 min reabilitasiya xidməti göstərilmişdir vətəndaşlarımıza. Bunun içərisində stasionar, ambulator və digər reabilitasiya vasitələri, reabilitasiya xidmətləri öz əksini tapmışdır. Necə müraciət edə bilərlər əlilliyi olan şəxslər bu reabilitasiya mərkəzləri? Əsasən hansı regionlardadır bu dediyiniz reabilitasiya mərkəzləri? Bu reabilitasiya mərkəzləri həm Bakı, həm Bakı kənarı regionlarımızda öz fəaliyyətini göstərir. Vətəndaş reabilitasiya mərkəzinə müraciət etmək üçün qeydətdə olduğu rayon üzrə bildiyiniz kimi agentliyin tibbi sosial ekspert komissiyaları, ərazi tibbi sosial ekspert komissiyaları da fəaliyyət göstərir. Vətəndaşlar bu komissiyalara müraciət etməklə orada artıq əgər reabilitasiya xidmətinə əks göstəriş yoxdursa, müraciət edirlər və orada artıq növbəllik prinsipi əsasında reabilitasiya xidmətlərindən yararlana bilirlər. Bölgələri qeyd edə bilərsinizmi? Hansı bölgələr? Bölgələr fərqlidir. Bunların içərisində Şəki reabilitasiya mərkəzi var, bundan başqa Şəmkir reabilitasiya mərkəzi var, Naftalanda reabilitasiya mərkəzimiz var. Ölkənin bir çox regionlarına bu artıq paylanmışdır, amma Bakıda daha çox ağırlıqdır, təbii ki, tələbata uyğun olaraq. Aydındır. Bir də agentliyin bir digər fəaliyyət istiqaməti də təbii ki, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı. Düzdür, siz az öncə buna toxundunuz qısa da olsa. Bu sahədə ötən hansı işlər görülür və nə qədər əlilliyi olan şəxs bu reabilitasiya vasitələri ilə təmin edilib? Agentliyin əsas fəaliyyət istiqamətlərindən 4 fəaliyyət istiqamətindən biri də reabilitasiya vasitələrlə təmin olunmaqdır və bu Nazirlər Kabinetinin 511 nömrəli qərarı ilə tənzimlənir. Niyə görə 511 nömrəli qərarı gətirirəm? Çünki burada xəstəlik istiqamətləri üzrə vətəndaşın hansı reabilitasiya vasitələrini hansı ardıcılıqla almağı öz əksini tapıb. Vətəndaş həmin o qanunverici ilə tanış olmaqla bunu baxa bilər, tanış ola bilər. Hansı xəstəlikdə hansı reabilitasiya vasitələri veriləcək, bunların təmir müddətləri nə qədərdir, təmin müddətləri nə qədərdir, hər biri ilə ətraflı şəkildə tanış ola bilər. Və bundan əlavə yenə qeyd etdiyimiz kimi reabilitasiya vasitəsinə ehtiyac duyduğu halda ərazi üzrə tibbi sosial ekspert komissiyasına yaxınlaşa bilər. Orada artıq ona həkim ekspertlərimiz tərəfindən hansı reabilitasiya vasitələri təmin oluna bilər, ətraflı şəkildə izah olunacaq. Gerdə qoyduğumuz 2025-ci il ərzində 211 min reabilitasiya vasitəsi təminata həyata keçirilmişdir ki, iş yükünün kifayət qədər böyük olduğunu göstərir. Burada arabalar da daxildir, reabilitasiya vasitələri? Burada bütün reabilitasiya vasitələri, eşitmə cihazlarıdır, sanitar reabilitasiya vasitələridir, nə bilim, digər bütün nə əhatə eləyirsə, hər biri mühərrikli, mühərriksiz, qapalı və açıq məkan üçün reabilitasiya oturacaqları, avadanlıqları, bunlar hamısı daxildir. İstəyərdik bu hərbi xidmətə çağırılan vətəndaşlarla da bağlı məsələyə aydınlıq gətirəsiniz. Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamına əsasən 2024-cü il iyulun 1-dən müvəqqəti həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi sizin agentlik tərəfindən verilir. Ümumiyyətlə, çağırışçıların yekun tibbi müayinəsi necə həyata keçirilir? Bildiyiniz kimi, bu ölkə prezidentimizin tərəfindən bizim agentliyimizə göstərilmiş böyük etimaddır və hansı ki, çağırışçıların yekun tibbi şəhadətləndirməsi artıq sizin də qeyd etdiyimiz kimi 2024-cü ilin 1 iyul tarixindən agentliyi tərəfindən icra edilməkdədir. Və belə olan halda çağırışçılar səfərbərlik xidməti tərəfindən müayinələrə cəlb edildikdən sonra forma 44 dediyimiz elektron göndəriş rəsmiləşdirilir onlar haqqında, hansı ki, vətəndaşın bütün müayinələrə tamamlanmış şəkildə öz əksini tapır orada. Və bu qiymətləndirmə nəticəsində vətəndaşlar həmin
göndərişə uyğun olaraq ardıcıl formada növbəlik prinsipi ilə agentlikdə müayinələrə cəlb olunurlar və bu müayinələr nəticəsində həmin o çağırışçılar haqqında 4 kateqoriya üzrə C, C, D və B kateqoriyası olmaq üzrə bəli qiymətləndirmə aparırlar. Burada bizim C kimi qiymətləndirdiyimiz 3 aydan 1 ilədək olan möhlətdir, hansı ki vətəndaşlara verilir bəli müayinələrdən keçmək üçün, müayinələrini tamamlamaq üçün. C kimi gördüyümüz 3 illik hərbi xidmətə yararsızlıqdır. D kateqoriyası həm sülh, həm müharibə dövründə hərbi xidmətə yararsızlıqdır və bu formada qiymətləndirmə aparır və bu qiymətləndirmə apardıqdan sonra sadamkərə hərbi xidmətə yararlılıq kimi götürülür orada. Belə olan halda isə çağırışçı haqqında yekun qərar agentlikdə tam olaraq yoxlanıldıqdan sonra burada artıq həm həkim ekspertlərin rəyləri, həm aparılmış müayinə nəticələri səfərbərlik xidmətinə elektron formada təqdim olunur. Daha sonra səfərbərlik xidməti də o məlumatların tanış olduqdan sonra isə artıq alt sistemə inteqrasiya olunur və vətəndaşa aid olan MyGov platformasında öz əksini tapır. Çox yaxşıdır. Həqiqətən də bir neçə il, təxminən mən hərbi xidmət gedən vaxtda 20 il bundan qabaq, 15 il bundan öncə bu proses o voyinkomat dediyimiz hərbi komissarlıqlarda keçirilirdi. Yəni sadəcə göz ucu, yəni şifahi bir baxışla hansısa bir diaqnoz qoyuldu. Siz sadaldığınız kateqoriyalar isə bu sistemin nə qədər şəffaf olduğunu və işlək olduğunu, daha uzun müddətli olduğunu göstərir. Tamamilə doğrudur. Çünki ən həssas yerimizdir. Ölkənin təhlükəsizliyini təmin edilməsi məqsədilə göstərilən xidmətlərin qarşılığında. Qaynar xəttimizə bir müraciət var. Lerikdən vətəndaş soruşur ki, bir ayaq amputasiya olunub, sol qolu işləmir, ikinci qrup verilib. Bunun səbəbi nədir? Lerikdən olan tamaşaçımız soruşur. İlk öncə Allah şəfa versin deyirik bizim vətəndaşımıza. Burada bir mənalı şəkildə yanaşmaya baxmaq lazımdır. Niyə görə? Çünki əvvəlki dövrlərdə 50-yin qiymətləndirilməsi Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə aparılırdı və burada sonraki dövrlərdə artıq bu meyarlarla bağlı yumşalmalara gedildi və 2022-ci ilin 1 iyul tarixindən artıq 187 nömrəli qərarla artıq biz qiymətləndirmə aparılıb. Burada artıq 50 təyinatı üçün qiymətləndirmə meyarları 600-ün üzərinə, yəni 5 dəfə qaldırılaraq 600-ün üzərinə çatdırılıb. Əgər vətəndaşımızın 50 təyinatı köhnə meyarlarla aparılıbsa, yenidən müraciət etmə hüququ var. Bəli. Və indi sizin veriliş vasitəsilə də olsa öz məlumatlarını təqdim edə bilər və yaxud da agentliyimizə müraciət etmək yolu ilə yenidən müayinə edib vətəndaş haqqında yekun qərarı verə bilərik. Yəni danışdığı kimi əgər amputasiyadırsa, yuxarı ətraflarda problemlər varsa, bunlar kifayət qədər ağır diaqnozlardır. Bəli, tövsiyə edirəm agentlikdə əyani müayinə üçün müraciət etsin. Rahim, tamaşaçımız Bakıdan bir nəfərdə müraciət edib. Demensiya xəstəliyinə neçənci qrup əlillik verilə bilər? Bunu soruşur. Burada agentliyin yanaşması bir mənalı şəkildə tək bir xəstəlik üzərindən getmir. Yəni demensiyanla əlavə başqa yanaşmalar da olmalıdır, başqa ağırlaşmalar da olmalıdır və bunların hər bir kompleks şəklində bəli yoxlanılmasını tövsiyə edirik. Bəli, tövsiyə edirik ya yaşadığı yer üzrə ərazi komissiyalarına yaxınlaşsın, ətraflı şəkildə müayinələrdən keçsin. Yəni ümumiyyətlə bu xəstəliyin özü əsas verirmi qrup verilmək üçün əlillik? Baxın, agentliyin qiymətləndirməsində bizim həmişə yanaşdığımız bir məqsəd var. Biz xəstəliyi təksib etmirik. Xəstəliyin 50 səviyyəsində olmasını biz müzakirə edirik. Bəli, əsas budur. Xəstəlik ola bilər, amma 50 səviyyəsində olmağına mütləq şəkildə baxılmalıdır və bu əyani müayinə nəticəsində öz təsdiqini tapmalıdır. Tövsiyəmiz yaxınlaşsın, yoxlanışdan keçsin. Təşəkkür edirəm müəllim. Studiyamıza gəlib suallarımızı cavablandırdınız. Bəli, hörmətli tamaşaçılar, biz isə davam edirik.